3, 2, 1. Herkese salam dostlar, kanalıma incəmək xoş gəldiniz. Mən Mirzəli Zeynəb və yeni video ilə qarşınızdayım. Bugünləri dostlar, sabahları, daha doğrusu sabahları deməli mənim məktəbdə bayramımdır. Yəni yeni il bayramı. İndi bugünləri ona hazırlaşacağıq. Çox maraqlı bir gün keçirəcəm sabahlar. Bəlkə vloglayaram, bəlkə də yox. Bilmirəm. Hazırlanmamı yəqin ki vloglayaram. Belə görsənərəm. Təzə gəlmişəm, bir yerə getmişdim. Hə dostlar, deməli paltarımı falan artıq seçmişəm. Sadəcə göstərəcəm sizə. Həm də ki nə hansı ayaqqabı, nə çantası falan yığmışam, onları da göstərəcəm. Bir saniye. Seçmişim artıq. Deməli dostlar, baxın. Bir dənə belə bir don, çox şey dondur Zara'dan. Çox sevirəm bunu. Bir dənə də belə Zara kimdir? Bir dənə də belə kalgotka, yəni kapron. Burada üstündə şəkillər falan var. Prosto bilmirəm necə görsənirsə, güllər falan var. Şəkili bağlayayım qapını. Ayaqqabılarımdan yəqin ki Adidas ayaqqabılarımı geyinəcəm. Onları da indi çıxardacam yuxarıdan. Belə çantamda nə var? Onu da çəkmək istəyirəm sizə. Belə bir çanta aparacam özümdən. Soruşmayın niyə belə böyüdü. Deməli, baxın burada şey var. Nə var? Burada belə bir dəftərim var. Burada oyunları falan yazmışam. Oyunları oynayacağıq. Sonra burada belə bir qələm qabı var. Onu göstərmək istəyirdim sizə. Çox böyüdü burada. İçində qələm zat yoxdur, narahat olun. Belə bir bantik var. Sonra belə bir lip gloss. Lip balm daha doğrusu. Sonra bir daha belə bir duxu. Bu heç korobkadan da çıxartmamışım. Çünki çox şey korobkası var. Duxudur. Adi duxu. Göstərməyəcəm. Bir daha belə bir çox qəşəng bir zəhərli bir də duxu. Sonra bir daha belə, nədir bunun adı? Bu elə belə götürmüşəm. Sonra bir dənə belə düzgün. Bu heç bu əl. Biz orada qəşəng oyunlar düşünmüşük qızlarla da, sinif yoldaşlarımla. Onlarda birdən deyirəm əlimiz falan yağlanar, əlimiz çirklənər. Ona görə şey götürürük. Sabun götürdüm. Sonra burada iki dənə belə daraq var. Bir dənə belə daraq Hello Kitty'li və bir dənə belə daraq. Burada da Barbie'li. Burada da rezin var. Sonra bir dənə belə qələm qabı. Dostlar, düşünürəm ki, bunların hamısını bir dənə balaca bir sumkaya yerləşdirəm. Qəşəng amma balaca olsun. Düşünürəm ki, bunlar hamısı bir dənə dostlar, indi nəsə axtarıb tapıb gəlirəm. Dostlar, bir dənə belə şoper tapdım. Bu, yəni bu sumka kimi elə də böyük deyil, amma qəşəngdir, içinə hər şey yerləşir. Düşünürəm ki, 2 dənə qələm qabı götürməyimin adı yoxdur. Çünki bunları bura qoya bilərəm. Kley falan məncə lazım olmayacaq. Nə lazım deyirəm. Bura qoya bilərəm. Nə götürəcəm? Rıçkalar, karandaşlar, bunlar heç. Bunları qoyuram bura. Karandaş var. Kleyi götürürüm birdən də, yəni birdən. Deyirəm, lazımdır. Sildən falan rıçka lazım deyil məncə. Qədər. Məncə. İkinci qələm qabını götürməyin adı da yoxdur məncə. Buna görə məncə hələ bu da var. Götürürüm. Sonra
Daha da dəftərim var belə. Bunu da götürürəm. Bir də telefon falan olacaq. Yəni o xəstə. İndi ayaqqabımı axtarıb tapmaq istəyirəm ki, sabah şeydir də. 2 saat axtarmayım ayaqqabı. Bir çalışacağım, axtarım, tapım. Hə dostlar, deməli. Hə dostlar, indi neydik? İndi bax burada divanda mənim həmişə ayaqqabılarım var, divanın altında da. İndi onları tapmalıyam. Çünki mənə Adidas ayaqqabısı lazımdır. Biz isə yığmışıq bütün ayaqqabıları da. İnşallah Kənan bura qoyub. Oy. Yox, kesin bura qoymayıb. Amma burada baxın belə ayaqqabı var. Sadəcə bu mənə deyəsən balaca olur. Ya qəşəng olur mənə. Prosta məncə bu qəşəng olmayacaq. Hoppa. Qəşəng ayaqqabı yoxdur ya dostlar. Bölümdə anama diyeyim. Bu arada dostlar, hələ də kanalıma abunə olmamışsınızsa və like atmamışsınız və hələ də kanalıma abunə olmamışsınızsa və videolarıma like atmamışsınızsa indidən onu elə. Nədir? Gözləyirəm, tez ol. Yox, hələ abunə olmamışsın. Nice. Və belə. Dostlar, deməli, anam dedi ki, yəqin şkafın üstədir. Buna görə, bye bye.